Kimə desən qadın pul yeyirdi, pul üçün hər şey eləyər deyirlər. Amma son zamanlarda Şengen vizasına görə özünü satan oğlanların sayı hesabı yoxdur. O videolara baxanda o xoşbəxtlikdən ağlayan insanları görəndə fikirləşirəm ki, doğrudan inanırlar, yoxsa qəbul etmək istəmirlər. Nəysə, Allah hər kəsi xoşbəxt eləsin. Amma sözümün canı bilirsiniz nədir? Ən son nə zaman xoşbəxtlikdən ağlamısınız? Yəni kim sizi xoşbəxtlikdən ağladıb? Öz-özümə sual verirəm ki, 38 yaşım var. Bu yaşıma qədər məni kimsə sevincdən, xoşbəxtlikdən ağladıbmı? Ərinmədim, oturdum bir neçə saat düşündüm. Yox. Şəxsən öz adıma kövrəldiyim sevincdən anlar, universitetə qəbul olduğum anlardır. Bakı Dövlət Jurnalistikanı uşaqlıqdan xəyal edirdim, qəbul olmuşdum. İlk maaşımı alanda, ən yaxşı iş yerinə girəndə, Türkiyəyə oturum vizası alanda, yaxud da ki, harasa arzulamışamsa, dövlət qulluğuna girəndə, yəni böyük bir dövlət idarəsinə girəndə, yəni bütün bunlarda xoşbəxt olmuşam, sevincimdən ağlayacaq həddə gəlmişəm. Amma kimsə tərəfindən xoşbəxtlikdən ağladacaq həddə gəlməmişəm, ağlayacaq həddə gəlməmişəm. Siz də mənim kimi bədbəxtsiz? İraq. Yoxsa həqiqətən də sizi o düşündüyümüz kimi xoşbəxt eləyən insan var. Sadəcə maraqlı gəldi.